Bismillahirrahmanirrahim. Allah-u Teala Maide suresinin 55. ayetinde buyurur ki, sizin haminiz ancak Allah, onun peygamberi ve iman getirenlerdir. O kəslər ki, Allah'a namaz qılır və rükû halında sədəqə verirlər. Sədəqə vermək Allah katında məqam sahibi olmanın ən asan yollarından birisidir və dini İslamda ən az namaz qədər mühim bir olaydır. Namaz ayələrində biz Allahın kitabında baxdıqca hər zaman görürük ki, namaz və zəkat hər zaman qoşa gəlirlər, yan-yana gəlirlər və heç bir şəkildə bir-birlərindən ayrılmırlar. Namaz Allah üçün lazım olan bir işdir. Yəni insanlar Allah'a yaxınlaşmaq üçün namazı qılmalıdır. Zəkatsa Allahın yaratdığı və maddi olaraq imkanı zəif olan insanlara yardım eləyərək Allah'a qarşı yaxınlaşmağın bir yoludur. Allah mübarək Bəqərə surəsinin 260-cı ayəsində buyurur ki, mallarını Allah yolunda xərcləyib, sonra xərclədiklərinin ardınca minnət qoymayan və əziyyət verməyənlərin mükafatı Rəbbin yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Bu, Allahın sədəqəyə və yoxsullara yardıma nə qədər mühim bir yer verdiyini göstərir. Başqa bir ayətdə isə Bəqərə surəsinin 271-ci ayəsində Allah buyurur ki, sədəqələri aşkar versəniz, bu gözəldir. Əgər onu gizli verib yoxsullara çatdırsanız, bu sizin üçün daha da xeyirlidir. Buradan da biz anlayırıq ki, sədəqə və yaxud Allah yolunda yardım, yoxsullara yardım əvvələn gizlin verilsə gözəldir. Bu daha üstündür. Fəqət bəzi insanlar da bu niyyətlə bu işi görsələr ki, mən bu sədəqəni, bu yardımı verirəm və bunu insanlara faş edirəm ki, digər insanlar da bundan özlərində bir nəticə çıxarsınlar və təşviq olsun. Bunun özü də Allah kitabında buyurur ki, gözəl bir işdir. Bəs sədəqə nə üçün verilməlidir? Sədəqə necə verilməlidir? Bəzən biz bir hallarda görürük ki, insanlar sədəqə verərkən ciblərindəki ən kiçik pulu axtarırlar ki, onu qarşıda duran yoxsula çatdırsınlar. Amma Allah öz kitabında buyurur ki, Ali İmran surəsinin 93-cü ayəsində bu cürünə buyurur ki, sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə həqiqi yaxşılığa çata bilməzsiniz. Necə yəni? Allah bizlərdən bizim dünyamızda dəyərli olan şeylərdən istəyir. Biraz öncə oxuduq ki, Maidə surəsinin 55-ci ayəsində Allahın vəlisi Əmirəl-Möminin əleyhissalam rükû halında verdi. Bir gün bir kasıb məscidə girdi. Bu hədislərlə sabitdir. Kasıb məsciddə kimə yaxınlaşdıqsa istədiyi şey ala bilmədi. Əmirəl-Möminin əleyhissalam o halda namaz qılırdı, onu göstərdilər. O, Həzrət Əliyə tərəf yaxınlaşdıqda Həzrət Əli rükû halındaykən barmağını uzatdı, üzüyünü göstərdi və həmin o kasıb onun üzüyünü çıxardı və sədəqə olaraq qəbul elədi. Bunun müqabilində Maidə 55 nazil oldu. Burada biz görürük ki, o üzük Həzrət Əli üçün çox dəyərli idi və Həzrət Əli o üzüyü verməklə Allah katında bir məqama çatdı ki, onun barəsində Maidə 55 nazil oldu. Bunun üçün bizim bir çox örnəklərimiz vardır. Biz insanlar dərk eləməliyik ki, bizim ətrafımızda yaşayan insanlara yardım eləməyimiz əvvəlcə özümüz üçün mühim bir məsələdir ki, Allahın müqabilində ali məqama çataq. Bundan sonra da ətrafımızdakı insanlara yardım eləyərək Allahın məqamındakı ucalıqla bərabər dünyada insanlar içində izzət sahibi olarıq, insanlar içində də hörmət sahibi olarıq. Vəssalamu aleykum cəmiyyən.